Süni intellekt heç vaxt dini əvəz edə bilməz. Süni intellekt bizə informasiya təqdim edir. Din təkcə informasiyadan ibarət deyil. Dinin üzərində qurulduğu mexanizm o qədər mürəkkəbdir ki, burada həm informasiya var, burada həm mənəvi təcrübə var, burada həm məsuliyyət aşılayan mexanizm var, axirət anlayışı var. Bir də burada insan üçün həmişə məchul qalacaq ali varlıq var, transendental Allah var. Bir dinə inandığımız zaman sadəcə hansısa bir varlığa inanmırıq. Biz inancla başlayırıq Allaha inanmağa. Daha sonra onun dediklərini eləyirik. Daha sonra onun bizim üçün formalaşdırdığı mexanizmə əsas götürürük. Bu cəza yaxud mükafatlandırma mexanizmidir. Yəni bu axirətdə olacaqdır. Bunu həyatımıza tətbiq edirik və əlbəttə ki, belə bir mexanizmin mövcudluğunun bizdə yaratdığı psixoloji həssaslığın fonunda biz yaxşı və pislər məsələsində diqqətli oluruq. Süni intellekt bunu təqdim eləmir bizə. Süni intellekt hansısa bir informasiya ötürür bizə. Məsələn, biz süni intellekt vasitəsilə hansısa bir informasiyanı, biliyi öyrənməklə intellektual tələbatımızı təmin edirik. Amma insanın daxilində mənəvi tələbat var. İnsanın daxilində ruh var. Onun qidası ayrı-ayrı ayinlərdir. Yəni ibadətdir. Biz ibadət etmədikcə o daxilimizdəki mənəvi boşluğu, ruhun boşluğunu doldura bilmərik. Yaxud nəyə görə biz bugün Allahdan imtina edə bilmirik? Çünki Allahın nə olduğunu biz heç vaxt ağlımızla dərk edə bilmirik. Bildiyimiz nədir? O hər şeyin yaradıcısıdır. O bizi hesaba çəkəcəkdir. O bizi mükafatlandıracaqdır. Yaxud o bizi cəzalandıracaqdır. Yəni sahibi Allah var, yaradıcı Allah var, hesaba çəkən Allah var, cəzalandıran Allah var, mükafatlandıran Allah var. Amma bu Allah nədir? Biz bilmirik. Heç bir peyğəmbər, heç bir müqəddəs kitab bu barədə danışmır. Əksinə bizə nə deyir? Allah elə bir şeydir ki, onu sən təsəvvür etsəydin, o Allah olmazdı. Bax, belə bir transendentallıq, hər şeyin fövqündə olmaq bizdə davamlı şəkildə Allaha qarşı bir heyrət formalaşdırır. Biz o cür varlıqla hesablaşırıq. Əgər biz onu görsəydik, hiss etsəydik, o adiləşəcəkdi. Süni intellekt isə heç vaxt Allah rolunu oynaya bilməz. O gözümüzün qabağındadır. Biz şuurumuzla, yaxud təhtəl şuurumuzla dərk edirik ki, onu insan yaradıb. O, insanların ötürdüyü informasiya ilə yaşayır. Süni intellekt özündən heç nə demir. Əgər biz onun ayrı-ayrı informasiya bazalarına çıxışını kəssək, süni intellekt fəaliyyət göstərə bilməyəcəkdir. Bu baxımdan nisbi olan, ancaq informasiya ötürən, insanın mənəvi, ruhi, spiritual tələbatlarını ödəməyən bir mexanizm dini əvəz edə bilməz və ən əsası isə insan elə çətinliklərlə, elə xəstəliklərlə üz-üzə qala bilər ki, inanın ki, sahib olduğu milyardlarla pul onu rahatlada bilmir. O öləcəyini bilir. O dərk edir ki, birazdan gedəcəkdir. Təsəvvür edirsinizmi? O başa düşür ki, pul nisbidir. Həmin anda başa düşür. Həmin anda da o başa düşəcəkdir ki, süni intellekt də nisbidir. Bu vaxt o mahiyyətini bilmədiyi və nə vaxtsa eşitdiyi ki, bizi yaradan Allah var, o bizi hesaba çəkəcək, o hər şeyə qadirdir. Bax, belə bir varlığı xatırlayaraq həmin anda yenə ona əl açacaqdır.